Qədim Oğuz eli. Biri varmış, biri yoxmuş. Çox qədim zamanlarda Oğuz elində balaca bir oğlan yaşayırmış. Bir gün balaca oğlan çəmənlikdə oynayırdı. Birdən o dağın başında yanan bir ocaq gördü. Ocaq o qədər gür yanırdı ki, obanın dörd bir yanından görünürdü. Uşaq baxdı ki, ocağı görən hamı sevinir, şadlanır. Balaca oğlan babasının yanına qaçdı, təəccüblə soruşdu. Baba, ay baba, bu ocaq niyə yanır? Camaat niyə belə sevinir? Elimizin adəti budur bala. Elimizdə igidləri, xatunları şənliyə, toya çağıranda uca dağın başında bir tonqal qalayırlar. Başqa yerlərdə bu alovu görüb orada da tonqal qalayırlar. Beləcə şənlik xəbəri bütün Oğuz elinə yayılır. Hamı geyinib keçinib şənliyə gəlir. Gəl hazırlaşaq, biz də elin şənliyinə qatılaq. Nağıl dili yürək olar deyərlər. Bu hadisədən xeyli vaxt keçir. Bir gün balaca oğlan görür ki, dağın başında yenə ocaq qalanıb. Qaça-qaça babasının yanına gedir. Baba, ay baba, bax ocaq qalayıblar. Deyəsən yenə şənlik var. Oğul bala, görürsən, orada 2 tonqal var. Bu o deməkdir ki, elin başında təhlükə var. Düşmən yurdumuza basqın edib. İndi igid oğullarımız toplanıb elimizi qoruyacaqlar bala. Uşaq görür ki, doğrudan da el obanın ağsaqqalları, ağbirçəkləri alqışlarla igidləri döyüşə yola salırlar. Zaman su kimi axıb keçdi. Oğuz elindən düşmənin ayağı kəsilmiş, gözəl günlər geri qayıtmışdı. Bizim balaca da xeyli böyümüşdü. Bir gün yenə o dağın başında ocaq gördü. Amma indi 3 ocaq qalanmışdı. Üz tutdu babasına. Ay baba, indi də dağın başında 3 ocaq yanır. Bunun mənası nədir? Oğul, torpağın yurd, vətən olması üçün 2 şərt lazımdır. Biri odur ki, gərək bu torpağı düşməndən qoruyasan. Biri də odur ki, torpağı əkib becərəsən. Torpağı qoruya bilmiriksə, əkib becərməyə dəyməz. Əkib becərmiriksə, qorumağa dəyməz. Dağın başında gördüyün o 3 ocaqda insanları əkin biçinə səsləyir. Tanrı onların qoluna qüvvət versin. Torpağımız bərəkətli olsun.